Salam əziz izləyicilər. Mən rast gəlirəm bu süzgəçləri heç də düzgün qoşmurlar borulara, bu kombi yaxud Timinutka montajı olunanda. Bax burada suyun istiqaməti belədir. Bu tərəfdən axıb gəlir, bura tökülür. Bu zaman su axarkən nə baş verir? Su gəlir, bir hissəsi bax bura, bu cibə yığılır, hansı ki burada açıb sonra o süzgəci çıxardıb təmizləmək olur. Axıb bura yığılır, burada göllənir. Əsas su bu istiqamətdə axır, gedir. Burada qalıq su qalır, durğun sudur bu. Axın yoxdur burada, durğun sudur, göllənib qalır. Və nə zirzibil varsa, gəlir burada, bax bu tor uzanır belə, yolunu bağlayıbdır suyun. Su tordan keçir, amma içindəki zirzibil ağırlıq qüvvəsinin təsiri altında gəlir bunun dibinə yıxılır. Və biz də zaman açırıq bunu. Bax gördünüz, açılan bir şey değil. Açırıq bunu, altına da qab qoyuruq. Bir qədər su axır da oradan, əgər kranları bağlamışıqsa sistemdə geri qayıtmasın su. Bir qədər su axır və çıxardıb toru təmizləyirik. Bax bu istiqamət düzgün istiqamətdir. Yəni düzgünü belə olmalıdır. Deməli, buradan gəlir, belə axır və burada göllənmə baş verir. O göllənməyə də su yığılır. Həmin bu digər tərəfi də bu isti su üzərindəki soyuq su kanalında da yenə biraz qaranlıqdır. Yenə həminki qaydada qurulur. Deməli, buradan su daxil olur, gəlir burada göllənmə, sonra axıb gedir kombinin içərisinə doğru. Bax, bu istiqamət də düzgündür. Yəni, üfüqi montaj olunmuş boruda aşağı hissəyə yönəlmiş, bax, o göllənmə aşağı axırda ağır cisimlər suyun içində zirzibil aşağı meyillənir və tor da qarşısını kəsir, onu orada saxlayır, həmin o göllənən yerdə. Açanda da rahatdır, açırıq, oradan su axır, qaba axması rahatdır, rahatlıqla açıb onu təmizləyə bilirik. Amma bu kütləvi şəkildə görürəm ki, bunu düzgün qoşmurlar. Hətta bunu şaquli istiqamətdə də qoşurlar, bax bu ağzı yuxarı qalır, onu su boşalanda da əziyyət verir, dağılır ətrafa. Digər tərəfdən də o cirk-mirk bunun içindən bu yığılıbsa da zaman qayıdıb dala axır, bir də gəlir, dala axır, bir də gəlir. O doğru deyil. Doğru birləşmə bax belədir. Bax buna fikir verməniz xahiş olunur. Sağ olun, sağlıqla qalın.